Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını Gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Qonağımız astroloq Aytən Səlamidir. Xoş gəlmisiniz Aytən xanım. Xoş gördük Nailə xanım. Təklifimizi qəbul etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Mən də təşəkkür edirəm. Çox xoşdur sizinlə burada görüşmək. Bu gün hər kəs inanın ki, yəni bizi izləmək üçün can atacaqlar. Niyə? Çünki bu gün möhtəşəm sizdən fikirlər alacağam. Bütün bürclər haqqında Bəli. Mübahisəli fikirlərimiz olacaq, debatımız olacaq. Ona görə də hazırsınızsa başlayaq. Həmişə hazıram. O zaman ilk sualımız, Aytən Səlami kimdir? Aytən Səlami Xarici Dillər Universitetinin İngilis dili fakültəsini bitirən, eyni zamanda Qafqaz Universitetinin magistrını bitirən və Qafqaz Universitetində bir neçə illər İngilis dili müəlliməsi işləyən, sonra isə ailə quran 3 uşaqlı ana və sonradan təhsil alıb və astrologiyaya yönələn bir xanım. Aytən xanım, siz İngilis dili müəlliməsi olmusunuz. Bəli. Baxın, özünüz də qeyd etdiniz. Necə oldu? Orada dərs keçmisiniz Qafqaz Universitetində. Ondan sonra mən buradan başlayaq, sonra keçəcəyik mübahisəli mövzularımıza. Necə oldu oradan sonra İngilis dili müəllimliyindən sonra astroloq oldunuz? İngilis dili əslində mənim uşaqlıq arzum idi. Mən heç astrologiya barədə əvvəlcə heç düşünmürdüm. Astrologiya barədə heç bir məlumatım da yox idi desəm. Sadəcə olaraq həyatda Aytən kimi potensiallarım həddindən artıq çox idi. Enerjim həddindən artıq çox idi. Sadəcə bir İngilis dili müəlliməsinin enerjisi ilə kifayətlənmirdim. Daha çox şeylər öyrətmək istirdim. Daha çox kütlələrə xitab eləmək istirdim və daxilimdə bu potensial var idi. Və mən astrologiyaya tanış oldum. Astrologiya ilə tanış olanda içimdən bir səs, kaş İngilis dili müəlliməsinin əvəzində astroloq olardım dedim. Hətta belə bir fikrə də qapıldım. Dedim, böyüyəndə qızımı astroloq edəcəm. Hətta. Bəli. Sonra düşündüm ki, niyə mən öz arzularımı, öz istəklərimi qızımın üzərinə məsuliyyət olaraq yükləyirəm. Axı hələ mənim yaşım çox cavandır və mən təhsil ala bilərəm. Mənim zamanım var. Əgər mən bu peşəni sevirəmsə, mən buna yiyələnə bilərəm. Sağ olsun yoldaşım mənə dedi ki, insan öz sevdiyi peşədə uğur tapır və o mənə dəstək oldu bu mövzuda. Və mən başladım uşaqlarla birlikdə dərs almağa, təhsil almağa xaricdən. Təhsilimi bitirdim və öz hədəfim, öz məqsədim olan astroloq olmaq, kütləyə, cəmiyyətə, insanlara astrologiyanın tam elmi tərəflərini izah eləmək, düzgün şəkildə onları maarifləndirmək üçün artıq sizlərin qarşısındayım. Çox gözəl. Aytən xanım, bax, deməli, indi əminəm ki, 2026-cı il gəldi, xeyirli gəlsin inşallah hər birimiz üçün. Hər kəs ekran qarşısına fikirləşir, görəsən mənim bürcümü nə gözləyir? Görəsən mənim yüksələnim, son zamanlarda bu yüksələnlə də bağlıdır, o mövzuya da qayıdacağım. Amma bu bürclər, bax, bununla bağlı danışın. Bu il ən şanslı bürc, tək-tək sual verirəm. Ən şanslı bürc hansıdır? Bu ilin 2026-cı ilin ən şanslı bürclərini deyəcəm. İlk öncə onu vurğulamaq istəyirəm ki, hər bir insanın həyatında mütləq və mütləq şans var. Yəni mən bu bürcləri sadalayanda düşünməsinlər ki, mən bu bürclər sırasında deyiləm. Belə deyil. Və şansı yaradan da insanın özüdür. Amma astroloji olaraq həqiqətən də 2026-nın şanslı bürcləri ilk öncə balıqlar. Çünki balıqlar bir neçə ildir çox əziyyət çəkmişdilər və balıqlar çox 2026-ya şanslı enerjidə girirlər, xüsusilə fevral-dan sonra. İkinci növbədə dolçalar 2026-nın ən şanslı bürcləri sırasındadır. Şir, oxatan və qoç bürcləri. Sadaladığım bu 5 bürc ən şanslı bürclər sırasındadır. Əlbəttə ki, digər bürclərin də öz şansları var mütləq ki. Bəs bunun yüksələnlə, məsələn, tutaq ki, mən Oğlaq bürcüyəm. Bəli. Amma mənim yüksələnim Qoç bürcüdür. Bunu da bu arada sizdən öyrənmiş oldum. Mən bilmirdim mənim yüksələnim Qoç bürcüdür. Bax,
yüksələnləri də qoç olanlar və yaxud ox atan olan, balıq olanlar da mı şanslıdır, yoxsa o necə olur? Ancaq bürclərə mi aid olur? Xeyr. Eyni zamanda yüksələnləri də sadaladığım bürclərə aid olan, yəni qoç, Bəli. dolça, balıq, şir və ox atan bürcləri, həm yüksələn bürcünüz əgər bu bürclərdədirsə, ay bürcünüz, hətta Veneranız, hətta Merkuriniz belə bu bürclərdədirsə, o zaman siz bu ilin ən şanslı bürcləri sırasındasınız. Bu yüksələn son vaxtlar çox bilmirəm, dəb halını mı alıb, yoxsa insanlar artıq bu astrologiya elminə çox maraq göstərdiyindən artıq bu suallar yaranır və araşdırmalar başlayır. Yüksələn nədir? Belə vurğulayım, əslində astrologiya yaranandan elə yüksələn bürc də var. Sadəcə olaraq indi artıq astrologiya tam dəqiq Bəli. və izahlı elmi şəkildə təbliğ olunduğu üçün insanlar təkcə günəş bürclərinin olmadığını bilirlər. Yüksələn bürcün də bir insanın xəritəsində çox önəmini bilirlər. Yüksələn bürc hər bir insanın həyatında çox önəmli rol oynayır. Hətta deyərdim ki, günəş bürcündən daha önəmlidir. Ona görə ki, bizim dünyaya gəldiyimiz an, doğum tariximiz, saatımız və Bəli. doğum yerimiz üfüq xəttində, göy üzündə, üfüq xəttində yüksəlməkdə olan bürc bizim yüksələn bürcümüzdür. Bu da bizim həyata gəliş məqsədimizi, həyatla ilk tanışlıq enerjimizi və bizim insanlara qarşı, sosial mühitə qarşı məhz taxdığımız maskamız və özümüzü güvəndə hiss etdiyimiz enerjilərlə bağlıdır. Ayten xanım, siz kitabın müəllifisiz həm də. Bəli. Bu kitabla bağlı necə oldu bu kitabı yazmaq qərarına gəldiniz? Ümumiyyətlə çətin deyildimi? Bax, həm neçə övladınız var idi? Üç Üç övladım övladınız var. 3 övlad, bir tərəfdə yoldaşınız, ailə üzvləriniz. Yəni bunların hamısını bir arada necə çatdırmısınız? Çox maraqlı sualdır. Çünki həqiqətən də mən astrologiya təhsilini alanda çoxlu kitablardan məlumatlar oxumalı idim. Və mən daim olaraq türk, rus və ingilis kitablarından informasiyalar oxuyurdum və mən çox axtardım. Azərbaycanda astrologiya kitabını çox axtarışında oldum. Kitabxanalara müraciət elədim ki, bəlkə taparam. Çünki nə qədər olmasa öz dilimizdə oxumaq daha bizim üçün faydalıdır və daha düzgün anlaşılırdı. Amma təəssüf ki, tapa bilmədim və mən astrologiya təhsilini ala-ala düşündüm ki, İlk məqsədim nə olacaq? Azərbaycan dilində, öz ana dilimizdə astroloji kitab yazmaq. Bu mənim artıq məqsədim idi. Və mən təhsilimi bitirəndən sonra artıq kitab yazmağa başladım. Hətta onu da vurğulayım ki, mən onda 2 övlad sahibi idim və mən kitab yaza-yaza mən 3-cü övladımı gözləyirdim. Və mənim üçün çox çətin bir dönəm idi. Mən o dönəmlər hətta aldığım təhsillə bağlı imtahan verirdim xaricə, kitab yazırdım. Artıq son ilim idi, diplom imtahanım idi və bir tərəfdən də ana olmağa hazırlaşırdım. Çox çətin idi, amma onu deyə bilərəm ki, həyatımın ən gözəl dönəmlərindən biri idi. Çünki sevdiyim peşədə idim həqiqətən də. İstəyimə, arzuma çatmaq ərəfəsində idim. Ona görə də çox maraqlı və çox çətin bir zamandan keçdim. Burada ən böyük dəstəyi ailəmdən, yoldaşımdan aldım və bu kitabın ərsəyə gəlməsi biraz çətin oldu, amma çox şükür ki, ərsəyə gəldi. Kitab çox yaxşı qarşılandı. Həqiqətən də dövlət tərəfindən hətta sərgilərdə iştirak etdim. Ətrafda bir çox ziyalılar belə dəstək oldu. Həqiqətən də astrologiyanı düzgün şəkildə təbliğ etdiyim üçün. Belə deyim, astrologiya biz elm demirik. Çünki elm sübut olunmuş bir sahədir. Amma astrologiyanı düzgün şəkildə insanlara çatdıranlar çox azdır. Hal-hazırda sadəcə bürclər adı altında daha çox bu işin reklamı gedir. Amma bu işin sadəcə olaraq reklam tərəfidir, kommersiya tərəfidir. Astrologiyanın dərinliyi çox fərqlidir. Və bu kitabda, Astrologiyanı öyrənirəm adlı kitabımda astrologiya barədə heç bir məlumatı olmayan insan tamamilə sıfırdan doğum xəritəsi nədir, yüksələn bürc nədir, ay bürcü nədir, Merkurisi nədir, xəritə barədə bütün informasiyalar ala bilər. Hətta xəritəsini onlayn çıxardıb o kitabı oxuyaraq öz xəritəsini də analiz edə bilər. Siz təlimlər də verirsiniz. Bəli, bəli. Onunla bağlı da istəyərdim ki, ətraflı danışasınız. Bəli, mən kitabı bitirdikdən sonra tələbat varmı? Hədsiz çox tələbat var və mən kitabı bitirdikdən sonra artıq professional sahəyə qoşuldum və təlimlər verməyə başladım. Çünki mən özüm ixtisas olaraq müəllim olduğum üçün zaten bu peşəni yenə də müəllim olaraq da, pedaqoji olaraq, yəni işimi, peşəmi yenə də davam elətdirirəm. Təhsil vermək istəyirəm, mən öyrətmək istəyirəm. Mən astrologiya başlayan zaman əslində məqsədim nə idi? Tamamilə kommersiya mənim üçün bir kənardaydı. Çünki
bilirsiniz ki, insan sevdiyi peşəyə yəni məşğul olanda onun gözü maddiyyat falan heç nə görmür. Mənim tamamilə bütün, hətta maddiyyata bura daha çox qoyurdum. Özümdən daha çox həm enerji, həm maddiyyat belə deyim resurslarımı bura verirdim. Amma təhsil verməyə başladığım zamandan çox geri dönüş aldım. Hətta deyə bilərəm ki, 5-ci qrup tələbələrim var. Deyərdim ki, 100-ə yaxın tələbəm var. Gözəl. Bəli, hal-hazırda yeni bir qrupum da açılır, elə 7 yanvarda dərslərim İnşallah. olacaq inşallah. Tələbələrim həddindən artıq çoxdur. Çox şadam ki, çox sevinirəm ki, astrologiyanı dərinliyini, həqiqətən də elmi tərəflərini öyrənmək istəyən insanlar var. Yəni buna çox məmnunam və ona görə də bir müəllimə kimi, bir pedaqoq kimi öz tələbələrimə, eyni zamanda hər kəsə, məni izləyən hər kəsə bu işi tam düzgün şəkildə öyrətməyə də çalışıram. Nə kimi kömək edə bilər bir astroloq olmaq? Tamam, bu elmi öyrənmək, bu peşəni öyrənmək nə kimi dəyər qatır insan həyatına? Öz xəritəvi görə bilirsən, onu bildim. Planetlərlə arandakı o enerjini bilə bilir. Amma yəni peşə olaraq faydası nədir? Bəlkə də bu suala görə məni bəlkə qınayarlar, bəziləri dəstək olacaq. Amma nədir bunun önəmi Peşə nədir? olaraq faydası, baxın, insanlara düzgün cəhətdən yolları seçməyi öyrədirsiniz. Mən sizə öz həyatımdan misal göstərə bilərəm ki, mənə sual verdilər ki, astroloq olmamışdan əvvəl və sonra həyatında nə dəyişiklik yaşandı? Bəli. Astrologiyaya qədər, həyatıma ki, astrologiya daxil oldu, ona qədər qərarlarımda bir çox səhvlər edirdim. Ola bilər ki, önümü görə bilmirdim. Müəyyən düzgün vaxt hesablamaları etmirdim. Doğru olmayan zamanlarda doğru olmayan addımlar atırdım. Amma astroloq olandan sonra isə tamamilə həyatımda bu mövzular dəyişdi. Artıq mən qərarlarımı, edəcəyim hər bir hərəkəti düzgün vaxtını bilirəm. Çünki öz doğum xəritəmi artıq işlədirəm. Mən eyni zamanda ətrafımdakı insanlara da fayda verirəm. Mən yoldaşıma, mən ailə üzvlərimə, mən dostlarıma düzgün məsləhət verirəm. Düzgün məsləhəti nə zaman verirəm? Onların xəritələrinə baxaraq verirəm. Çünki astrologiya fal deyil. Baxın, bugünkü günümüzdə astrologiya və fal arasında Bəli. onun oxşar olduğunu deyirlər. Hətta çox tənqid. Mən bu sahəyə gələndə Eynən. ilk öncə narahat olan mənim anam idi. Nəyə görə? Dedi ki, sən bu qədər universitet bitirmisən, sən universitet müəlliməsisən, sən necə olacaq ki, sən gedib astroloq olacaqsan? Bəs yaxşı, astrologiya, fal, belə deyəcəklər, elə deyəcəklər. Günümüzün əlbəttə ki, Aktual aktual mövzudur. mövzusu və qınaqları. Sadəcə olaraq mən ətrafıma da sübut elədim və hal-hazırda bunun da təbliğatını aparıram ki, astrologiya və fal arasında çox ciddi bir sərhədi var. Falla astrologiyanı qarışıq salmayın. Çünki falçı hər hansı bir hissiyatına görə, Bəli. ona verilən bir vəhə görə insana proqnoz verir. Və bir də ki, falçı insana qorxuducu və özündən asılı vəziyyətə salacaq şəkildə bir şeylər vəd edir. Müəyyən bir baş bəli. verəcək hadisələri deyir. Astroloq olmaq üçün heç bir hissiyata, heç bir vəhə ehtiyac yoxdur. Astroloq olmaq üçün təhsil almalısan. Riyaziyyatı və məntiqi bilməlisən. Düzgün hesablama və analiz bacarığın olmalıdır. Bunu etdiyin təqdirdə sən astroloq ola bilirsən və sənin faldan fərqli olaraq verdiyin proqnoz nədir? Fal nə baş verəcəyini deyir, astrologiya isə prosesi izah edir. Fal sənə heç bir seçim haqqı vermir. Sadəcə olaraq səni gələcəyə fokusdur ki, bu olacaq. Sən ona fokuslanırsan. Astrologiya sənə prosesi izah edir və sənə seçim haqqı verir. Və sənə deyir ki, hər şey sənin öz iradəndən asılıdır. Sən baş verəcək hadisə, proses budur. Bəli. Amma bunu sən dəyişdirmək, bunu dəyərləndirmək sənin öz əlindədir. Daha çox yəqin ki, xanımlar müraciət Bəli. edir həm təlimlərinizdə, Bəli. belə suallar da ki, mənim xəritəmə baxın, necə olacaq həyatım, iş görmək istəyirəm və yaxud hansı zaman daha uyğundur. Eyni qaydada da falçılara da. Düzdür, son vaxtlar kişilər də müraciət eləyirlər. Bəli. Yəni falla bağlı da kişilərdən çox fikirlər eşitmişik dostumuzdan, öz qohumlardan. Amma qadınlar daha çoxluq təşkil Bəli. eləyir. Bəziləri deyir ki, mən getmişdim. Falçı mənə dedi ki, məsəl üçün, mən bu işi görsəm iflas edəcəm. Mənə astroloqum da eyni söz dedi. Yəni sizin elmi, sizin tutduğunuz bu peşəni falçılarla, bugünkü gündəmimizdə olan falçılarla bir tuturlar. Bu mən özünüz də qeyd etdiniz ki, ananız buna görə etiraz edib Bəli. sizə. Bax, hələ də əminəm ki, başa düşmürlər. Deyirlər ki, o da falçıdır. Bəli.
Falçıdır da adam mənə deyir ki, sən bu yolla getsən yaxşı olacaqsan. Eyni sözü mənə falçı da deyir. Siz də məsələn o dediyiniz o ki, məsələn neqativ fikirlər var ki, hansı ki, yox sən bu yolu getsən uduza bilərsən və yaxud bu addımı atsan, bu insanla ailə həyatı qursan sənə yaxşı olmaz. Xəritəyə baxanda onları görüb onları deyirsiz. Bəli, Eynisini falçılar da deyir. bəli. Sadəcə fərq bilirsiniz necədir? Necə? Falçılar bayaq izah etdiyim kimi baş verəcək hadisə nə deyir? Bir astroloq heç zaman deyə bilməz ki, sən xəstəlik tapacaqsan, sən boşanacaqsan, sən evlənəcəksən, sən iflas eləyəcəksən və yaxud da ki, sən varlanacaqsan. Bu verilən proqnozlar astroloqun proqnozu deyil, bu falçının proqnozudur. Çünki bir astroloq özünü Allahın yerinə qoya bilməz. Biz prosesi deyirik. Bir astroloq necə müraciət edir qarşı tərəfə? Deyir ki, bu il sənin maddiyyat enerjin çox yüksəkdir. Bəli. Əgər sən bir biznes planın varsa, bu il bu biznes planı həyata keçirə bilsən, sən bundan çox yaxşı gəlir əldə edə biləcəksən. Və yaxud da ki, bu il sənin 7-ci evin aktivləşir. Sənin münasibət evin çox aktivdir. Sən ailəlisən, yox ailəli deyiləm, nişanlıyam və yaxud da ki, sevdiyin bir insan var. Tamam, bu il sənin həyatında evli enerjisi aktivləşir. Sən ailə həyatı qura bilərsən. O deyə bilməz ki, sən ailə həyatı quracaqsan. Çünki bu artıq özünüzdən bəli. Biz prosesi çatdırırıq qarşı tərəfə. Qarşı tərəfin öz iradəsi var, öz seçimləri var. Bu bilirsiniz nəyə bənzəyir? Hava proqnozuna. Hidrometeoroloqlar hava proqnozu verir. Və hər bir insan, hamı deyil, amma çoxumuz bu dəqiqə yəni çöldə havanın necə olacağını telefonumuzdan baxıb yoxlayıb ona uyğun günlük planımızı qururuq. Bəlkə geyimimizi seçirik, bəlkə çöldənmi yoxsa içəridənmi vaxt keçirəcəyik, bunun qərarını veririk. Hər halda hava öz sözünü deyir. Yağışdırsa yağış yağacaq, günəşsə günəş çıxacaq, amma qərarı kim verir? İnsan özü. İnsan var deyir ki, yağış yağır, mən yağışda islanmaq istəyirəm. Seçim insanındır. Bu astroloqun verdiyi proqnozdur. Yəni biz yağışın yağacağını deyirik, amma seçim insandadır. Yağışda islanmaq istəyən insan yağışda islanır. Yox, islanmaq istəməyən insan artıq ya çətirini götürür, ya məsəl üçün çöldə gəzmir. Yəni artıq insan iradəsi astrologiyada çox önəmlidir. Biz baş verəcək hadisələri deyil, prosesi izah edirik. Amma seçim insanındır. O qədər gözəl izah elədiniz ki, mən bu mövzunu bağladım hətta. Yəni artıq falçılar yox, doğrudan da falçı ilə astroloq arasındakı o fərqi o qədər gözəl sən izah elədiniz ki, bitdi. Təlimlər verirsiniz, dediyiniz kimi, danışırsınız ki, astroloq elmi, bürclər, şanslı bürclər, evlənəcək olan bürclər, pul qazana bilən bürclər. Bəs siz özünüz necə? Bürclərə inanırsınız? Mən hər zaman deyirəm ki, mən bir astroloq kimi bürclərə inanmıram. Aytən xanım, siz mən bütün error verdi beni. Baxın, astrologiya bürcdən ibarət deyil. Siz inanın bu işin dərinliyinə getsəz görərsiniz ki, bürc nə qədər səthi bir mövzudur astrologiyada. Orada planetlər, orada evlər, orada bucaqlar, kombinasiyalar, orada asteroidlər, orada sabit ulduzlar, o qədər texnikalar var ki, bürc burada çox az bir faiz bizə nələrsə deyə bilər. Bir də ki, axı biz bir bürcdən ibarət deyilik. Bizim doğum xəritəmizdə 12 bürcün 12-si də var. Əslində hətta sual verilə bilər ki, çox da sual verilir. Aytən xanım, biz ikimiz də Oğlaq bürcüyük, amma tamamilə fərqli insanlarıq. Bəli, olub. Yəni siz də rastlaşmısınız. Sən necə Oğlaq bürcüsən, heç ona oxşamırsan. Heç ona oxşamırsan. Çünki axı sadəcə bürclə biz təmsil olunmuruq. Bizim ay bürcümüz var, bizim yüksələnimiz var, bizim Merkurimiz, Veneramız, Marsımız var və bu bürclər və bu planetlər bizim həyatımızın fərqli sahələrində işləyir. Biz dostlarımızla bir cür xarakterdəyik. Adam var ki, ailəsində, evində tamamilə çox soyuq, heç ailəyə adaptasiya olmayan, çox az danışandır, amma dostlarla deyir, gülür, çox şəndir. Dostlar deyir, bu tamamilə başqa adamdır. Ailə deyir ki, yox, bu tamamilə başqa adamdır. O nəyə görə seçilir? Ay bürcünə? Bəli, o bizim doğum xəritəmizdə olan evlər var. Dostlarımızla necəyik? Ailəmizdə necəyik? İş həyatımızda necəyik? Biz, məsəl üçün, yaxınlarımızla necəyik? Öz ana-atamızla necəyik? Övladlarımızla hansı münasibətimiz var? Tamamilə astroloji xəritə bizim həyatımızın bütün sahələri və bizim həyatımızda bütün sahələrdə göstərdiyimiz müxtəlif xarakterləri bizə izah edir. Bu da onu göstərir ki, düşünün, yer üzərində 8 milyard insan var.
Bəli. Və düşünün bu 8 milyard insan sadəcə 12 bürcün xarakterinə və taleyinə bölünür. Nə qədər düzgün və məntiqi ola bilər. Sırf bunu təbliğ etdikləri üçün astrologiya bu gün inam yoxdur və məntiqli, düzgün şəkildə düşünən insanlar çox normaldır, çox hörmət də eləyirəm ki, deyirlər ki, mən bürcə inanmıram. Mən də bürcə inanmıram. Bürcə inanmaq da lazım deyil. Həyatınızı, gündəlik həyatınızı, planlarınızı bürclərə uyğun qurmayın. Mən bir astroloq olaraq illik xəritəmə baxıram. Bəli, mən bilirəm ki, bu il məni bu enerjilər gözləyir. Bu Bəli. ay bu hadisələr həyatımda baş verəcək. Dolunaya baxıram, yeni aya baxıram, tutulmalara baxıram, Saturn, Yupiter tranzitinə baxıram. Amma mən hər günümü bu gün ulduzlar bunu vəd edir və yaxud da bu bürc üçün uğurludur, uğursuzdur. Yadınızda saxlayın ki, nə baş verirsə baş versin, uğur da, uğursuzluq da hər bir şey insanın öz bilinç altında, öz məqsədlərində gizlidir. Yəni mən hər zaman deyirəm ki, nə yaşanırsa yaşansın. Astroloq nə vəd eləyirsə vəd eləsin. Siz hər zaman pozitiv fikirləşin. Evet. Siz hər zaman etmək istədiyiniz hər bir şeydə cəsarətli olun. Çünki enerjilərin idarəsi insanın öz əlindədir və astrologiyanı öyrənənə qədər, yəni doğum xəritəmizi bilənə qədər xəritə bizi idarə edir. Amma biz ki, doğum xəritəmizlə tanış olduğumuz zaman biz doğum xəritəmizi və enerjiləri idarə etmə qabiliyyətinə sahibik. Yəni amma ümumi xarakteristika eynidir məncə Bəli, bürclərdə. bəli. Yəni genel olaraq eynidir. Çünki çox iş həyatımızda da bundan rastlaşmışıq. Sevdiyimiz insanlar olsun, ailəmiz olsun. Məsələn, mən hansı bir işi qurası olsam yenidən mütləq ki qız bürcü, Qoç bürcü və Oğlaq bürcündən çalışaram. Bəli. Yəni bir mənalı onların əzmli olmağı, çalışqanlığı. Mən istəyirəm biləm ki, bax bu 2026-cı ildə ümumiyyətlə bizi nələr gözləyir? Necə olacaq? Məsələn, nişanslı bürcləri dilə gətirdiniz, dediniz. Əlavə olaraq pul qazana biləcək bürclər, ailə o dediniz sevgi ilə bağlı hansı bürclərdir onlar? Amma belə flash. Belə verin xəbərlərimizi ki, xahiş edirəm insanlar belə gözləsinlər. 2026-cı ilin hər mövzuda ən şanslı bürcləri Qoçlar, Şirlər, Oxatanlar, Balıqlar və Dolça bürcləri olacaq. Bu bir mənalıdır. Xəritənizdəki kombinasiya çox önəmlidir. Çünki biz dedik ki, Yupiter xərçəngə keçib, xərçənglər üçün çox uğurlu dönəmdir. Mənə yazılı, Aytən xanım, bəs deyirdiniz xərçənglər üçün uğurludur, amma heç də uğurlu olmadı. Mən ona görə burada vurğulayıram ki, bürc yox. Siz xəritənizi tamamilə baxmalısınız və bir də ki, mütləq və mütləq bürc proqnozlarınıza yüksələn bürcünüzə uyğun dinləyin. Çünki peşəkar astroloqlar proqnoz verəndə yüksələni nəzərdə tutub onun proqnozunu verirlər. Və 2026-cı ilin küllərindən doğulacaq bürcü. Kimdir o bürc? Hansı bürcdür o? Hədəflərinə çatacaqları, çox cəsarətli olacaqları, səhnədə mənəm deyəcəkləri, hər şey alt-üst eləyirəm, ancaq mən daha önəmliyəm, mən səhnədə olmalıyam, mən görünməliyəm və mən alqış almalıyam deyəcək bürclər, Qoçlar, Şirlər, Bəli. Oxatanlar və Dolçalar. Ən çox Qoçlar daha çox məqsədlərində ön planda olacaqlar. Şirlər daha çox səhnədə olacaqlar. Şirlər özlərini daha çox göstərəcəklər. Bir də ki, şirlər xüsusilə də iyul ayından etibarən bolluq, bərəkət, maddi şans, rəfah onlar üçün gələcək. Oğlaq bürclərini unutmuram. Oğlaqlar üçün həqiqətən də böyük bir neqativ döngü geridə qaldı. Oğlaqlar çəkdikləri bütün əziyyətlərin bəhrəsini görəcəklər. Xüsusilə də maddiyyat mövzularında, şərikli, ortaqlı işlərdə və münasibətlərdə. Yüksələn oğlaqlar, ailə həyatı qurmaq, münasibətdə şans qapıları, eşq, məhəbbət bunlar üçün çox uğurlu bir döngüdür oğlaqlar üçün. Bununla yanaşı Dolçalar. Dolçalar daha çox sosiallaşacaqlar. Dost çevrələri genişlənəcək, dostlardan dəstək gələcəklər. Özləri məqsədləri, nə məqsədi varsa, nə arzuları varsa onları reallaşdıracaqlar 2026-cı ildə. Mənim bürcüm Oğlaqdır. Tamam. Yüksələnim Qoç bürcüdür. Ay bürcüm isə Şirdir. Tamam. Oy, patladacaqsınız. Vay. Ciddisiz. Allah. Hə, nə gözəl şey.
Dostlar eşidirsiniz. Yenidən qayıda bilərsiniz həyatıma bəzilər. Biz 90'ların nəsliyik. Yəni şəxsən mən 90'ların nəsliyəm. Mən heç belə şeylər görməmişdim. Son zamanlar hətta öz belə deyim yaşıdlarım olsun, həmyaşıdlarım, digər yaşı böyük, cavanlar, hər kəsin qolunda bir rəqəm görürəm. 777. Nə bilim 999. Bu rəqəmlər nə dərəcədə doğrudur? Yəni bu 777 mən bura yazsam, mənim həyatım dəyişəcəkmi? Mən heç zaman nə rəqəm yazmışam, nə rəqəm mənim həyatıma olan uğuruna inanıram. Bu biraz bilirsiniz necədir? Bir ara var idi ki, qara pişik qarşımdan keçdi. Eynən. Ay nəsə günümdə bir neqativ bir şey baş verəcək. Hər şey bilinç altında bitir. Əslində bu bilirsiniz nədir? Bu bir kodlamadır. Yəni insan 777 deyib o pul enerjisini siz Bəli. beyninizdə ora kodluyursunuz. Və o rəqəmi ora yazaraq siz düşünürsünüz ki, mənə pul gələcək. Siz zaten o pulun gələcəyinə kodlanırsınız. Və ona görə də bilinçaltı axı biz danışdıq ki, biz bilinçaltı nəyə kodlanırsa, biz nəyə inanırıqsa, biz onu yaşayırıq. Mən öz həyatımdan qısa bir şey danışmaq istəyirəm bu barədə. Mən çox pozitiv ruhda biriyəm əslində. Çünki mənim ay bürcüm oxatandır. Daim olaraq mən hər şeyin yaxşı olacağına inanıram. Ətrafımdakı insanlar da həmişə deyirlər ki, Aytən sən oturub söhbət eləyəndə biz gələcəyə çox böyük motivasiya alırıq səndən. Mən uşaqlığımdan danışacağam. Mən uşaq idim. Bəlkə 10 yaşım, bəlkə 10-12 yaşım var, tam xatırlamıram. Və mən hər gün gecə olanda mən çox sevinirdim. Çox qəribə məndə bir hissiyat var idi. Nəyə görə? Çünki mən gecə gələndə deyirdim ki, mən yatmamışdan öncə 1 saat mənim xəyal dünyam var idi. Və mən birinci o xəyal dünyamda gələcək həyatımı düşünürdüm. Anar xanım, düşünürsünüz ki, mən gələcəyimi, həyat yoldaşımı seçmişdim orada, övladlarımı, onların adlarına qədər, mənim yaşayacağım həyat, aldığım ev, o dövrdə sürəcəyim maşın, hər bir şey mənim xəyalımda hər gecə yatmazdan öncə qurulurdu. Amma o xəyal boş bir xəyal deyildi. Mən o xəyalın içində yaşayırdım. O xəyalla sevinirdim. O xəyalın elə bil ki, mən o dünyadaydım. Və mən həqiqətən də bunu periodik olaraq edirdim və bu mənim özümdən asılı bir şey deyildi. Nə bunu mənə anam demişdi, nə də başqası öyrətmişdi. O dövrdə nə sosial şəbəkə var idi, nə də televiziyada belə bir şeylər var idi. Bu mənim iç dünyam. İndi başa düşürəm ki, mənim ay oxatan bürcü olmağım məhz mənim, hələ indi də mənim gələcəyə olan ümidim içsə mən yaşaya bilmərəm. Mən hər zaman bunu deyirəm ki, mən hər zaman pozitiv düşünürəm və gələcəyə inanıram. İndi mən bu yaşıma gəlib çatmışam. Mənim uşaq Aytənin o dövrdə inanaraq, yaşayaraq qurduğu xəyalları mən hal-hazırda yaşayıram. Mən sadəcə olaraq beynimi ora kodlamışdım. Məndə bu həyat olacaq, mənim yoldaşım belə olacaq, mənim uşaqlarım belə olacaq, mənim bu həyatım olacaq və inanırsınız ki, mən o dövrdə uşaq idim. Mən müəllimə olmağı düşünürdüm. Və hər zaman deyirdim ki, mən düşünürdüm ki, kimsə məni çəkəcək, mən auditoriyaya danışacağam, mən tanınacağam və mən insanlara nəyisə təbliğ eləyəcəm. Yəni bunu çox ciddi formada düşünürdüm. Və gün gəldi və mən yol olaraq ingilis dili müəlliməsini seçdim, ailə həyatı qurdum. Yəni heç kimin ağlından keçməzdi ki, Aytən bir gün efirdə olacaq. Bu enerji gəldi, çıxdı və mən bütün planlarım, bütün xəyallarımı artıq yaşayıram. Bu da nədir? Mənim beynim, bilinçaltım, zehnim artıq bura fokuslanmışdı. İnandığım üçün bugün mən bu həyatı yaşayıram. Elə də bu inanclarımız, rəqəmlər və digər hər bir şey. Amma məsələn ondan istifadə edən insanlar var, qarşı tərəfi bundan aldadıb, hətta bəlli bir qonorar belə alıblar. İndi siz uşaq vaxtı, hətta mənim özüm də bugünkü gündə nə isə hiss eləyirəm, onu sonra görürəm ki, bir neçə müddət sonra artıq onu yaşayıram. Bir də ki, son dövrlərdə bu o qədər sürətlənib, daha tez insan yaşayır. Mən meditasiyadır, bu kainatla olan məsələlərdir. Bunlarda biraz hər zaman dostlarımla mübahisə edirəm. Çünki onun dərinliyinə getməyi sevmirəm. Amma mənim özdə enerjim var. Uşaq vaxt dedim ki, mən böyüyəndə çox məşhur biri olacağam və yaxud nə bilim mənim işlərim olacaq, mən iş xanımı olacağam. Hər bir şeyə çatdım. Bir müddət amma öz enerjimi bağladım. İnanın ki, mən heç bir işin yiyəsi ola bilmədim, belə deyim. Amma indi bəzi insanlar var ki, hər kəsin çətin durumundan, çətin vəziyyətindən istifadə edərək, gəl mən sənə rəqəm yazım və yaxud sənin o kodların var, onları mən sənə verim, sən milyonçu olacaqsan. Yəni bu nə dərəcədə doğru ola bilər?
Təəssüflər olsun ki, həqiqətən çox düzgün vurğulayırsınız. Hal-hazırda insanların ümidlərini sui-istifadə edərək bu cür şuuraltı işləmələr deyil də kodlamalar, məsəl üçün bu kodu yazın, pul gələcək sənə və yaxud da ki, bu meditasiyanı et, maşın alacaqsan, ailə həyatı quracaqsan. İnanın ki, ətrafım bilir. Bunların hər birini sınamışam. Nəyə görə sınamışam? Çünki heç vaxt belə şeylərə inanan və fokuslanan deyiləm. Amma görüm həqiqətənmi təsiri var? Görüm həqiqətənmi bu yaşanır? İnanın ki, insan ancaq və ancaq doğru zamanda, doğru məkanda baş verəcək hadisələri yaşayır. Yəni o kodlamalar və digər şeylər, başqalarının enerjiləri, hər bir şey tamamilə boşdur. İnsanın öz inancı, öz düşüncələri, hər şey orada gizlidir. Zaten pozitiv insanın həyatı, gələcəyinə bağlı planlı olan insanın həyatı, cəsarətli olan insanın həyatı öz qaydasında gedir. Bir də ki, mən düşünürəm ki, güclü insanların heç kimə ehtiyacı olmur. Güclü insan öz həyatını, öz gələcəyini özü qurur və heç kimin təsiri altına girmir. Məsəl üçün, mən özümdən danışa bilərəm ki, mən həyatı boyu, uşaqlığımdan bu günümə qədər anam, mənim yoldaşım, heç kim mənim fikirlərimi dəyişə bilmir. Heç kim mənim planlarımdan, mənim məqsədlərimdən belə deyim, caydıra bilməz. Çünki nə qədər desələr də, Aytən, bu yaşanacaq, belə olacaq və mən heç zaman heç kimi dinləmirəm. Çünki mən həqiqətən xarakter olaraq, psixologiya olaraq çox güclüyəm və mən ancaq öz məqsədlərimə fokuslanıram, özümə fokuslanıram və mən başa düşürəm ki, bir insan əgər yaşayırsa, nəfəs alırsa, o həyatda hər şeyə qadirdir. Yəni həyatda nə baş verirsə baş versin. Hətta bədbəxtçilik ola bilər, hətta üzləşəcəyimiz çətinliklər ola bilər. Biz məqsəd yönlü olduğumuz təqdirdə, biz pozitiv olduğumuz təqdirdə, güclü olduğumuz təqdirdə hər şeyin öhdəsindən gəlməyi bacarırıq. Aytən xanım, 12 bürcü bir cümlə ilə tək-tək ifadə edin. Tamam. Başladıq. Qoçlardan başlayaq. Başlayaq. Dəlisov, çılğın, səbirsiz. Buğa, qurman və hər zaman pulu özünə çəkən. Əkizlər, ünsiyyətçil, həyat dolu və eyni zamanda da biraz dəyişkən. Xərçənglər, ana, qayğı və sevgi. Şir, ego, göstəriş, səhnədə olmaq. Qız, çalışmaq, disiplina, mükəmməliyyətçilik, işçi arı. Tərəzilər, daha çox balans, uyum və münasibət. Onlar tək qalmağı sevmirlər, tək olmağı heç sevmirlər. Əqrəblər, manipulyasiya, qısqanclıq və kin. Ox atanlar, çox pozitiv, azad ruhlu və dərin düşüncəli insanlar. Oğlaqlar, çalışqan, çox səbirli və çox zəhmətkeş insanlar. Dolçalar, sosial, çox ağıllı bürc nümayəndələri. Balıqlar, fədakar, çox yaradıcı və çox zamanda qurban. Ailə canlı olan bürc hansıdır kişilərdən? İlk öncə oğlaq. Ciddisiz? Bəli. Mən xərçəngləri eşitmişdim. Birinci oğlaq. Onlar bilirsiniz necə? Çalışıb, qazanıb ailəsinə baxacaq, gətirib verəcək. İkinci xərçənglər duyğusal cəhətdən ailəsinə bağlı. Ailəsi qayğı göstərən, sevgi göstərən, uşaqlarını sevən, ailə ilə daha çox vaxt keçirdən, evdə olmaq istəyən. Amma oğlaq isə çöldə olacaq, amma onun bütün qazancı, bütün həyatı, məqsədləri ailəsinə yönələcək. Eyni zamanda balıqlar da ailə canlıdırlar, onlar duyğusaldılar və həqiqətən övladlarına, ailəsinə çox düşkün olurlar. Aytən xanım, bir sual verim sizə. Məsələn, deyirlər ki, dekabr oğlağı, bir də yanvar oğlağı. Bunlar arasında da fərq var. Bu necə olur? Sentyabr qız bürcünə də aiddir bu, yəni digər bürclərdə də var. Mən sizə belə deyim ki, nəinki dekabr və yanvar oğlağı, hətta ayın 21-dən 22-sinə 21 və 22-si doğulan oğlaqlar arasında da fərq var. Ayın 21-i saat 9-da doğulanla səhər, 21-i eyni gündə saat 3-də doğulan oğlaq arasında fərq var. Ay bürcləri dəyişə bilir. Onların enerjiləri dəyişə bilir. Ona görə də biz bunu aylara görə deyil də insanın doğum saatına və xəritəsinə uyğun deyirik. Və həqiqətən də eyni gündə, hətta eyni saatda doğulan insanlar belə fərqli taleləri yaşayırlar. Çünki seçimlər dəyişir.
Biz dedik astrologiya bizə enerjiləri göstərir, prosesi deyir. Amma seçim yenə də insanın özünə məxsusdur. Onda belə çıxır ki, astrologiyanı, o planetləri bizim enerjimiz idarə edir. Bəli, Doğrudur. Bəli. Düz başa düşdüm. Bəli. Proseslər ordadır, proseslər baş verir, amma insan öz iradəsi ilə, öz qərarları ilə o prosesə yön verə bilir. Baxın, bir əkizlər bürcü düşünün. Bir gündə eyni anda fərqli ailələrdə əkizlər bürcündə övlad dünyaya gəlib. Biri böyüyür, təhsil alır, çox gözəl jurnalist olur, xəbər aparıcısı ola bilər və yaxud da ki, ünsiyyət kommunikasiya ilə bağlı çox gözəl bir yerlərdə ola bilər. Digəri isə digər əkizlər düzgün şəraitdə böyüməyən, təhsil almayan, düzgün mühitə düşməyən bir əkizlər yalançı ola bilər, fırıldaqçı ola bilər, insanları aldadan ola bilər və yaxud da ki, yalanla hər hansı bir işlərə əl atan ola bilər. Yəni tamamilə eyni gün insanıdır, amma fərqli mühitlərdə, fərqli şəraitlərdə, fərqli iradələrlə belə deyim, həyatlarını yönləndirdikləri üçün artıq fərqli insanlardır. Aytən xanım, 2026-cı il at ilidir. At ili bizə nə gətirəcək? Özündən hansı enerjini, sevgini gətirir, pulumu gətirir, nə gətirir bizə? 2026-cı il Çin təqviminə əsasən at üzərində təhvil olunacaq. Eyni zamanda klassik astrologiyada da Saturn artıq Koç bürcünə keçid edir və Yupiter də Şir bürcünə keçid eləyəcək. Ona görə də kainatda artıq od enerjisinin artmasına səbəb olacaq. Ümumilikdə hər bir insanın həyatında enerji artacaq. Artıq insanlara bir cəsarət gələcək. Məqsədləri ilə bağlı hərəkətə keçmə enerjisi olacaq. 2025-də bəlkə arxa plandaydılar, bəlkə çox götür-qoy edirdilər. Riskə getməyi sevməyən insanlar 2026 riskə gedəcəklər. Artıq uğur enerjisi artır, artıq cəsarət enerjisi artır, liderlik enerjisi artır. Hamı səhnədə olmaq istəyəcək, hamı var oluş savaşı eləyəcək. Mübarizəli bir il başlayır hər bir insanın həyatında. Amma mübarizəli eyni zamanda uğurlu bir ildir. Sadəcə 2026-nın sonuna cəsarətli və səbirli insanlar qələbə qazanaraq sona çatdıracaqlar bu ili. Çünki eyni zamanda 2026 səbir sınağıdır. Bilirsiniz ki, o ünsürü cəsarəti, motivasiyanı artırır və eyni zamanda bu ünsür artdığı üçün insanlarda səbirsizlik yaranacaq. Bu məqsədlərdə, arzularda ümumiyyətlə hədəfə çatmaq üçün mütləq və mütləq səbirli olmaq lazım. Çünki bu il səbirli və cəsarətli insanların ili olacaq. Çox gözəl eşidirsiniz. Yəqin ki, hər kəsə səbir arzulayıram. Bəli. Səbir olduqdan sonra insan dediyiniz kimi uğur da qazanacaq, həyatı da gözəl olacaq. Çünki səbr etmək Allahdan gələn, Allahın verdiyi, bəxş etdiyi bir duyğudur, Bəli, hissdir. tamamilə doğru. Ondan da qalib gəlməmək mümkün deyil. Sözsüz. Aytən xanım, o qədər gözəl. Hətta istəyirəm çox suallar verim, amma insanları yormaq istəmirəm. Oğlaq ancaq öz bürcümdən verəcəyimə görə. Amma verilişimiz bitəndən sonra mütləq sizə suallarım olacaq. Sonda ənənəvi bir sualımız Aytən Səlaminin uğur kodeksi. Çox gözəl sualdır. Həqiqətən də hər kəsə tövsiyə edə biləcəyim bir koddur bu. Mənim həyatımda olan və mənə daim uğur gətirən məqsədyönlülük, səbir, çalışqanlıq və disiplina. Həyatımda hər zaman bunlar olduğu üçün həyatımda demək olar ki, bir də pozitivlik. Nə baş verirsə baş versin, kim nə deyirsə desin, hər zaman hər şeyin yaxşı olacağına inanmışam və səbrimlə, cəsarətimlə, məqsədyönlüyümlə bütün işlərin öhdəsindən gəlməyi bacarmışam. Çox təşəkkür edirəm gəldiyiniz üçün. O qədər gözəl fikirlər söylədiyiniz üçün, hətta mənə bir qəribə bir enerji ötürdüyünüz üçün həyat artıq başqa cürdə baxıram. Çünki bilirəm ki, mübarizə ilidir, Bəli, tamamilə səbirli doğrudur. olmalı ildir. Hər şey sizin əlinizdədir. Eynən. Yadınızda saxlayın. Astroloqa nə proqnoz verirsə versin. Kim nə deyirsə desin. Mən özüm də İnsanın astroloq özündən olsam da asılı. insanın hər şey özündə, qərarlarında və məqsədlərindən asılıdır. Siz daim olaraq çalışdığınız təqdirdə heç nəyə fikir verməyin, yalnız pozitiv düşünün, hər şeydə inanın ki, pozitiv olacaq. Təşəkkür edirəm. Bizim təşəkkür verilişimiz haqqında təəssüratlarınızı öyrənmək istirdim. Çox xoş oldu. Çox təşəkkür edirəm dəvətiniz üçün. Sizdən də çox gözəl enerji aldım. Veriliş məncə çox yaxşı keçdi. İnşallah tamaşaçılar da razı qalar. İnşallah. Təşəkkür edirəm dəvətiniz üçün. Təşəkkür edirəm. Bax belə, bugünkü verilişimiz də sona çatdı. Xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Gələn görüşlərə qədər.
Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.